Ölkəmizin bəzi bölgələrində iri və xırda buynuzlu heyvanlarda dabaq xəstəliyinin yayılması ilə bağlı yayılan xəbərlər ət məhsullarının satışında durğunluğa səbəb olub. Xüsusən iri şəhərlərimizin bazarlarında bu daha çox hiss olunmaqdadır. Əməkdaşlarımız Gəncədə ətin satışı ilə bağlı son vəziyyəti araşdırıb. Gəncədə ətin alışında durğunluq müşahidə olunur. Ət satışında vəziyyət əvvəlki kimi deyil. Ölkənin bir çox bölgəsində olduğu kimi Gəncə və ətraf bölgələrdən heyvanların satışını həyata keçirən bazar fəaliyyətini müəyyən müddətə qədər dayandırır. Görülən ilkin tədbirlərdən biri bölgələrdə heyvan satışı bazarlarının fəaliyyətinin tamamilə dayandırılması oldu. Göygöl rayonunda yaradılan heyvan satışı bazarı Gəncə şəhəri başda olmaqla ətraf bölgələrdən gətirilən xırda və iri buynuzlu heyvanların əsas satış məntəqəsidir. Hazırda bazarın fəaliyyəti tamamilə dayanıb və profilaktik tədbirlərin görülməsinə başlanılıb. Ölkənin ikinci böyük şəhərində heyvan bazarından kəsimlik heyvan alanlar da var, şəxsi təsərrüfatlarından istifadə edənlər də. Əsas məsələ sağlam ətin satışıdır ki, bu da nəzarət altında həyata keçirilməlidir. Heyvan bazarlarının bağlanması şəxsi təsərrüfatı olan satış məntəqələrinə elə də təsir etməyib. Biz Comərd ət dükanı olaraq satış etdiyimiz ətlərin hamısını öz təsərrüfatımızdan, öz fermamızdan kəsici edirik və bu kəsiciləri həkim nəzarəti altında kəsici məntəqəsində həyata keçiririk. Və bu kəsicilərimizdən əlavə də öz fermamızda mütəmadi olaraq həkim nəzarəti altında yoxlanışlar aparılır. Hamısı həkim nəzarətindən keçmiş şəkildə bizim sağlam ətlərimizi satış edirik müştərilərimizə. Buyurub yoxlaya bilərsiniz, çəkə bilərsiniz. Hamısı həkim nəzarəti altında yoxlanışdan keçibdir və peçatların hamısı həkim peçatları üstündədir. Şayələr yayılıbdır ki, xəstə heyvanlar kəsilir. Bu tamamilə yanlış fikirdir. Çünki qida təhlükəsinin nəzarəti altında hamısı həyata keçirilir bu kəsicilərin. Gəncədə ən ciddi problem bazarlarda müşahidə olunmaqdadır. Piştaxta arxasında ət satışı aparan satıcılar vəziyyətin belə davam edəcəyi halda heyvan tapa bilməyəcəklərindən narahatdırlar. İndiki halda belə alıcı sayı azalmağa doğru gedir. Zəifçilik başda getmir heç. Yəni bu dabağa görə təbriqatdır, təxribatdır, nədir? Faktiki var da, amma xırda heyvanlar da yoxdur. İri buynuzlular da var. İndi bağlanıb, fakt bağlanıb almayacağıq. İndiyəsən almışdıq. Hardan alırdınız? Dəlal bazarından. Mal bazarından. Mal bazarından. Təhsil eləyəcək də bağlamaq üçün. 100%. Nədə təhsil eləyəcək? Kətdən mal gətirməyəcəklər, bazarda olmayacaq, biz də almayacağıq. Çox azalma var. Düzdür, elə mal kəsmirik. Amma həkim yoxlanışından keçir də. O həkim risk elib həyatına xəstə mal qoymayacaq kəsməyə. Gözünün qabağında kəsilməsə peçat qoymur. Qabaq gün ortaya qiymətə qutarırdın, indi para şəqqamalı hissa tanımır. Heyvan bazarının bağlanması bəslə əlbəttə təsir eləyəcək. Malı kim satsın, hardan alıq sataq? Hardan alırdınız? Fermerlərdən, bazardan, indi məcburuq görə indi nətər olur. Bugün Gəncə şəhərində bazarlar da daxil olmaqla yüzlərlə ət satışı məntəqəsi var. Onlar məhsulların çox hissəsini elə heyvan satışı aparılan bazarlardan alırlar. Qiymətlərə gəlincə Gəncədə ət satışında hələlik nəzərə çarpacaq artım müşahidə olunmur. Dana əti 16 manat, quzu əti isə 19 manata təklif edilir. Bölgələrdə isə Dövlət Baytarlıq Xidmətinin rəsmiləri tərəfindən işlər davam etdirilir. Regionun əsas maldarlıq regionlarından biri olan Samuqda təsərrüfatlarda dezinfeksiya işləri aparılır, lazımi tədbirlər görülür. Fermerlər görülən profilaktik tədbirlərdən razıdırlar. Rəsmi statistikaya görə Samuq rayonunda 23.500 iri buynuzlu və 124.500 xırda buynuzlu malqara var. Son 10 ayda bu heyvanlar 2 dəfə vaksinasiya edilib.